Da gəlib yayın iyul-avqust ayında xəstəliklərə qarşı ağacların taqətsiz olduğu bir dövrdə 10-15 dəfə toksik dozada dərmanlama görmüş, zəif işləyən yarpaqlar və tükənmiş bir bitkidə odunlaşmamış budaqların kəsilməsi ilə bağa daha ciddi bir risk qarşısında qoyuruq. Xüsusilə də Şaftalıda bu səbəblərdən, Şaftalıda yəni bu tədbirlər, belə də yəni hər kəs Şaftalıda yaşıl budamaya aparır mövzunu. Ona görə də yaşıl budamaya, yanlış yaşıl budamaların nəticəsi olaraq elmə məlum olmayan xəstəliklərə Şaftalı bağlarında tez-tez rast gəlirik. Yəni elmə məlum olmadan, yəni o mənada demək istəyirəm ki, çox qəliz vəziyyətlərə rast gəlirik, kritik vəziyyətlərə şahid oluruq da. Yəni bir bağda xəstəliyin olması da normaldır da. Yəni elə bir hal yaranır ki, Şaftalı bağının. Yəni bir şəkildə elmə məlum olmayan onu adlandırıram. Çünki elə bir şəkildə yanaşılır ki, yəni onun üçün bir protokol yoxdur ki, deyəsən ki, bu xəstəliyi bununla eləyim, bir ağacın içində 15 dənə xəstəlik olur. Və buna özümüz şərait yaradırıq. Yaşıl budamalarla, yanlış yaşıl budamalar. Amma ilk yazda dediyim şəkildə, qayçı ilə yox, barmaqla budama aparılsa, mövsüm ərzində zərərvericilərə qarşı da mübarizə düzgün təşkil olunar. Çünki sıx budaqlı və kölgəli yerlər zərərvericilər üçün ideal bir mühitdir. Düzgün yaşıl budama ilə bu problemləri də aradan qaldırıldığından zərərverici və xəstəliklərə qarşı da müqavimət artır ağacda. Və bütün hallarda unutmamaq lazımdır ki, hansı səbəbdən olur olsun, fərq eləməz. Ağacın vegetasiya dövrü, bunu bir neçə dəfə videolarımda demişəm. Ağacın vegetasiya dövründə fotosintez səthini birdən-bir 15%-dən çox azaltmaq olmaz. Yəni qətiyyən olmaz. Bunu heç bir ədəbiyyat təsdiqləmir, heç bir ədəbiyyat buna icazə vermir. Bəzən bağda elə ağaclar olur ki, onun vegetativ böyüməsinin tənzimləməsinə ehtiyac yaranır. Güclü inkişaf edən ağaclar olur bağda, tək-tək. Həmin ağaclarda hansısa budama aparmaq olar. Vegetasiya enerjisinin meyvəyə sərf olunmasına gəldikdə bu mümkün məsələ deyil. Vegetasiya enerjisinin hamısı zaten meyvəyə sərf olunur. Vegetativ hissəni azaltmaq elə birbaşa meyvə böyüməsinin əngəllənməsi deməkdir. İstəyirsiniz ədəbiyyat açın, oxuyun, baxın, görün, akademik məlumatlarda yaşıl budamanın vaxtını nə vaxt deyirlər. Xüsusilə gilasda yaşıl budama zamanı meyvələr mayalandıqdan sonra sapların 1-2 cm olduğu vaxt budama aparılmalıdır. Akademik məlumatları TikTok'dan, YouTube'dan, oradan buradan yox, düzgün yerlərdən araşdırın, görəcəksiniz ki, həqiqətən də gilasda yaşıl budama abilərimizin bizə sırdığı bir hoqqadır. İndi isə keçək mənim tövsiyəmə. Mən nə tövsiyə edirəm? Mənə görə gübrələnmə proqramı düzgün planlaşdırılmayıbsa, bu zaman vegetativ, yəni yarpaq, budaq böyüməsi ilə generativ, çiçək, meyvə formalaşması arasında inkişafda disbalans yaranmalıdır. Niyə yaranır? Çünki azot düzgün idarə olunmur. Azotun həddən artıq verilməsi bitkidə vegetativ inkişafı, yarpaq və budaq artımını gücləndirir. Həddən çox olmasa belə, yanlış vaxtda verilsə, çiçək tumurcuqları da zəif inkişaf edir. Meyvə tutumu da azalır. Meyvə tutumu azalırsa, yenə də vegetativ inkişaf sürətlənir. Çünki ağacı vegetativ inkişafdan saxlayan onu generativ məhsuldarlığıdır. Yəni ağac yaşıl görsənir, amma meyvəsi az olur. Ağac gözəl görsənir, amma meyvəsi az olur. Yəni bu hallar xüsusilə azotun düzgün idarə olunmamasından qaynaqlanır. Fosfor və kalium çatışmamazlığı da vegetativ inkişafı dəstəkləyir. Çünki kalium və fosfor azlığında meyvə tutumu azalır, çiçək və kök inkişafı zəifləyir. Nəticədə də vegetativ inkişaf torpağa verilən organik maddə, yəni qumat və yaxud azotla anormal şəkildə inkişaf edir. Generativ elementlərə həssas yanaşılsa, vegetativ inkişafa macal tapa bilməz ağac. Yəni bunu konkret olaraq yadda saxlayın. Əgər normal generativ qulluq getsə, generativ elementlər düzgün bir şəkildə, həssas bir şəkildə hesablanıb ağaca təmin olunsa, heç bir halda ağac macal tapa bilməz ki, vegetativ inkişafı vəhşicəsinə budamaya ehtiyac duyacaq həddə inkişaf etdirir. Məhz bu tip yanlışlıqlar da yaşıl budamaya ehtiyac yaradır. Yəni, gübrələmə yanlışlıqları, elementlərə hesablanmasına düzgün yanaşılmama məsələləri yaşıl budamaya ehtiyac yaradır.
Paklobutrazolun tətbiqi kimi hormon tədbirləri də məhz yanlış addımların fəsadlarını azaltmaq və yaxud dörd bastır etmək üçündür. Yəni paklobutrazol da kefindən yaranmayıb. Yəni kimsə ağacını inkişaf edən bir ağacın inkişafını saxlamaqdan ötürü niyə bir şey fikirləşməlidir? Niyə bir hansı nəsə bir düşünüb bir şey fikirləşməlidir ki, mən bu dərmanı atım, bunun inkişafını saxlayım. Yəni onun özü də yanlışları ört bastır eləməkdən ötürü düşünülmüş addımdır.